Biri haqsızdır, sən haqlısan. Hə? Sən ona haqqı deməyin heç də hər yerdə düz söz deyil. Sən bəzən görürsən ki, haqlı olla susmalısan. Sənin içində başqa bir şey var. Düzdür, dediyin söz düzdür. Amma ona qarşı sənin ürəyində başqa bir şey var. Sən haqq davasının nəfsindən açmısan. Danışanda deyirsən, mən düz deyirəm də, mən düz deyirəm. Düz deyirsən, iradların da yerindədir. Hamısı yerindədir. Amma niyə deyirsən? Get, axtar, gör, hər haqq sözü hər yerdə deməzlər. Səni danışdıran nədir? Və bəzi yer var əksinə. Bəzi yer var ki, haqqı demirsən, deyirsən ki, mən istəmirəm ki, filan olsa, amma qorxudan demirsən. Bu da bir növbəti hiləsidir. İndi gəl baş çıxart ki, bu da oradan vəzifəndir sənin, yoxsa nəfs bunu belə hazırlayır. İndi neyiniyək? Yıxılaq ölək. Yıxılaq ölək. Ölək Allahın sevgisi yolunda deyə öldükdə bacarmadıq. Ölək, o diri neyin edər? Gördün ki, bir şey bacarmışsın, yıxılaq ölək, bəli, mən deyirəm, yıxılaq ölək. Allahın huzurunda, bax sözüm budur. Ölək, özünüz çəkilək kənara, deyil, mən təslim, bu mənim işim deyil, bu nəfsdən mən baş çıxartmıram. Asanlaşma budur, bax bu. Gəldik bura, əsas məğzinə çıxdıq sözün. Asanlaşmanın yeganə yolu budur. Baş vurursa, görürsən, yox, sən girən yol deyil. Təslim olursan, deyirsən, ilahi, mən təslim, bu mənim işim deyil, sən bacararsan, bu nəfsindən sən bacararsan. Qoyursan nəfsi Allahla baş-başa, özün çəkilirsən kənara, onda olur su içmək kimi asan. Bu hala gəlib çıxmaq lazımdır. Bu hala gəlib çıxmaq lazımdır ki, gedirsən Allahın qapısına, elə bu məclisdə deyirsən ki, bu danışdı, eşitdim, bir ömür yaşamışam, buradan tuturam, oradan qaçır, oradan tuturam, buradan qaçır. Bu mənim iş deyil. Mən bazar, mən girən yol deyil. Mən təslim, əlimi qaldırdım. Deyirəm ki, bu nəfsin, bu da sənin ixtiyarında kəl-meyyit beynə yədəyil qəssal. Deyir ki, meyyit necə ölüyanın əlində, hamısı heç nə eləmir də, çövürürlər bir yana, çönür bir yana, əli düşür belə, əlini qaldırır, qalxır, deyib elə hala gətirir özü Allahın qabağına. Deyirəm, bu mən, bu da sən, mən yoxam, mən çəkildim, sənlə, bu hiləgər nəfslə sən bacararsan, mən aradan çıxdım, verdim sənə, problem sənin problemidir, mənim nəfsimin problemi, mənim problemim deyil. Mənim problemim deyil. Kim deyir mənim problemimdir? Yusuf Peyğəmbər deyir ki, İnnən nəfsələ əmmarətun bis-su illə ma rəhimə Rəbbi. Deyir ki, nəfs pisliyə əmr edir, ancaq Allah rəhm eləsə. Yusuf Peyğəmbərdir. Yəni, mənlik bir şey yox idi orada. Mən bir şey eləyə bildim ki, pənah apardım onun qucağına. Dedim, ilahi, nəfs məni Züleyxəyə tərəf aparır. Mən bacarmayacam, mən qaçdım, o aldı ağuşuna məni qutardım. Mən yoxsa hiss eləmədim. Bu olur çox asan. Bir şey ki, Allahın qüdrətinin ixtiyarına verildi, olur çox asan. Allaha deyən ki, ilahi, mən nə vaxt girişdim bir iş görməyə xarab elədim. Mən yaxşı iş görəndə içindən nəfs çıxdı. Mən bir iş gördüm ki, yaxşı iş görüm, elə ancaq xarab, mən heç eləmədim. Allahın da olsun belədir. Deyin ki, mənim işim deyil, bu mən niyə qoyumsan, mən bacarmıram bu işi. Bu etiraf yaxşı şeydir.